Növbəti səfərimiz Beşbarmaq dağınadır. Dövrünün tanınmış alimi, səyahətçi Adam Oliari 1636-cı ildə Dərbətdən Şamaxıya gedərkən karvan yolunun üstündə olan bu dağ haqqında maraqlı məlumatlar vermişdi. Səyyah deyilənlərə əsasən Beşbarmaq qalasının Makedoniyalı İskəndər tərəfindən tikildiyini, Teymurilər tərəfindən isə dağıdıldığını göstərirdi. Xalq arasında Xıdır Zində Baba və yaxud da Xıdır Zində dağı deyilən 5 çılpaq zirvədən ibarət olan bu dağ Xəzər dənizinin sahilində Siyəzən-Bakı dəmir yolunun yaxınlığında yerləşir. Abbasqulu Ağa Bakıxanov Gülüstan-ı İrəm kitabında yazırdı ki, Quranda adı çəkilən Məcməl-Bəhreyn, yəni 2 dəniz qovşağı Şirvan vilayətində olmuşdur. Musa və Xızır peyğəmbərlərin səxrəsi, yəni qayası da elə oradadır. Bəzi tədqiqatçılar qeyd edir ki, Beşbarmaq sözünün barmaq termini şiş təpə mənasındadır. Başqa bir fikrə görə isə beşbarmaq baş barmaq sözündən yaranıb. Xalq etimologiyasında baş barmaq böyük qardaş mənasını verir. Abşeron yarımadasının qərb hissəsində Bakı-Şamaxı yolunun cənubunda yerləşən üç təpə, üç qardaş, beş barmağın qarşısında dənizdə yerləşən qaya isə dördüncü qardaşdır. Tarixi mənbələrdə adı çəkilən Musa qayası da elə məhz odur. Xəzər dənizinə aid Kataloniya, beşbarmaq, barmaq, Adam Oliari'nin xəritəsində isə barmaq kimi göstərilirdi. Əksər insanlar isə Azərbaycanın ən qədim və sirli məkanlarından olan bu dağın qaya silsiləsi uzaqdan beşbarmağa bənzədiyi üçün məhz bu adı daşıdığını söyləyir. Bu torpağın özünə məxsus enerjisi, tarixi və müqəddəsliyi var. Əsrlərdir insanlar bu dağa ziyarətə gəlir, arzularını dilə gətirir, burada dua edir. Amma bəzən bir dağa qalxmaq sadəcə yüksəlmək deyil. Bu yol insanın öz daxilinə doğru yolçuluğudur. Hər addımda insan özündən bir yükü geridə qoyur. Qorxularını, narahatlıqlarını, artıq daşımaq istəmədiyi düşüncələrini kənara qoymağa çalışır. Sufi yolunda yolçuluq yalnız zahiri bir hərəkət deyil. İnsan yuxarı qalxdıqca daxilində də bir yüksəliş baş verir. Bu yolda insan arınır, sakitləşir, özünə yaxınlaşır və bəlkə də ən vacibi öz içində olanı görməyə başlayır. Dağın zirvəsinə gedən yolun hər addımı bir dərsdir. Bəzən dayanmaq lazımdır, nəfəsini eşitmək üçün. Bəzən yorulmaq lazımdır, gücünü tanımaq üçün. Bəzən yüksəlmək lazımdır, nə qədər uzaqdan baxdığını görmək üçün. Çünki sufi yolunda məqsəd yalnız zirvəyə çatmaq deyil. Əsl zirvə insanın öz daxilindədir. Və beləliklə biz beşbarmağa qalxdıq. Amma bəlkə də bu səfərin əsl yolu dağın zirvəsinə yox, özümüzə doğru idi.